Bismillahirrahmanirrahim. Değerli izleyiciler, Recep ayının daha bir fəzilətini diqqətinizə ərz eləyək. İmam-ı Sadiq aleyhisselam buyurur ki, La tədዕ siyamə yevmis səb'atin və işrinə min Recep. Recep ayının 27-ci gecəsindən qafil olmayın, 27-ci günün orucundan qafil olmayın. فَإِنَّهُ يَوْمُ الَّذ۪ي نَزَلَتْ ف۪يهِ نُبُوَّةً عَلَى Muhammedin sallallahu aleyhi ve aleyhi ve sellem. Bu hemen gündür ki, hemen günü Peygamber sallallahu aleyhi ve aleyhi ve selleme peygamberlik verilib. Beysət günüdür, Məbəs bayramı günüdür. İnsanlığın qurtuluş gününün başlanğıcı gündür. İnsanlara qurtuluş yolunun, qurtuluş bərnaməsinin nazil olunduğu gündür. Və təbabuhu mislu sittinə şəhrən ləkum. Buyurur ki, bugün oruç tutmağın savabı 60 ayın orucunun savabına, 60 ayın savabına bərabərdir. Değerli izləyicilər, baxın, bu hədisdə biz görürük ki, Allah nə qədər müştaqdır, nə qədər maraqlıdır ki, bəndəsini bağışlasın, əff eləsin. Tə ki, bəndə ona doğru gəlsin. Tə ki, bəndə onu yaddan çıxartmasın, onu unutmasın. Ac qalmaqla acların halına yanmış olsun. Susuz qalmaqla susuzların halına yanmış olsun. Yəni, burada elə-belə deyilmir ki, Beysət günüdür, peygamberlik verilən günüdür. Peygamber dünyaya insanın necə olduğunu gətirdi, dünya insanlarına bunu çatdırdı. Bugün oruç tutanda biz dərk eləyək, biz günahlardan qaçaq ki, məzlumların ahını dərk eləyə bilək. Biz günah eləyə özümüzə zülm etdiyimiz üçün zalimlərin sırasında oluruq. Zalimlerin sırasında olduğumuz halda da dünyanın heç bir yerindeki məzlumların ahnaləsini eşidə bilmərik. Amma biz zülümdən əl çəkəriksə və bugün özümüzü paçlayarıqsa, zülüm iplərini qırarıqsa, məzlumların sırasında durarıq. Nahaqdan şərlənən insanların haqlarının defasında durarıq. Biz Qəzzada, Sudanda, Afrikada, dünyanın başqa yerlərindəki məzlumların dərdini başa düşə bilərik, anlaya bilərik. Şərə, böhtana, iftiraya məruz qalmış insanların dərdlərini, vəziyyətlərini anlaya bilərik və onlara dəstək ola bilərik. Bugünün o 60 aya beraber olan fəzilət budur ki, insan bugün də özünü islah eləyə bilsə, elə bil ki, 60 ay öz üzərində islahat işi aparıb, özünü müalicə eləyib, özünü günah xəstəliklərindən xilas eləyə bilib. Vəssalamu aleykum və rəhmətullah.